Həmçinin Ukrayna Rusiyaya qarşı hava şarları taktikasından da istifadə edir. Fransa inqilabından qalma bu hərbi texnologiya zərbələr endirmək, kəşfiyyat, yük daşıma və aldatma məqsədi daşıyır. Həmin şarlar radarlar üçün görünməzdir və dronları sıradan çıxaran radioelektron mübarizə xəttinin üzərində uçmaq qabiliyyətinə malikdir. Eyni zamanda uzaqda yerləşən hədəfləri vurmaq üçün kamikadze dronlar kimi silahlar da daşıya bilir. Çünki radarlar belə şarları döyüş təyyarələri kimi qəbul edir. Bu üsul Rusiyanın dərinliklərinə, neft yataqları və emalı zavodlarına, gəmiçilik terminallarına, dəmir yoluna zərbələr endirmək və iqtisadiyyatını zəiflətmək imkanı verib. Hava şarları küləyə bağlıdır. Ukraynada əsas küləklər şərq istiqamətində əsir. Bu da şarların təbii olaraq Rusiyaya tərəf uçmasına şərait yaradır. Bir neçə yüz dollara başa gələn hava şarını vurmaq qarşı tərəf üçün milyonlardan dollara başa gələ bilər. Həmçinin onlar günəş enerjisi ilə işləyir. Şarlar öz kursunu avtomatik tənzimləyə bilir və operatorlar missiyanı dəyişmək üçün proqram yenilənmələri göndərə bilirlər. 2024-cü ildən başlayaraq Ukrayna sözü gedən şarları əsasən kamikadze silahlarını daşımaq üçün istifadə edib. 2025-ci ilin sentyabrında isə Kiyev 30-dan çox hava şarı ilə Rusiyanın bölgələrinə ilk kütləvi hücum həyata keçirib.